2001-ci ildə dünyaya gələndə ilk dəfə onun qucağıma verdilər və hamı deyirdi ki, adını Toğrul qoyaq. Nə bilim, cürbəcür adlar deyirlər. Mənim də 5-6 yaşım var da. Elə o məntiqlə tutmuşam ki, adım Turaldır, adını Turan deyək. Mən demişəm adını, Turan qoyaq. Elə də bir də baxdım ki, hamı adını deyir. Papa da sənəti gətirdi ki, adı Turandır. Heç kəs dəyişə bilməz. Çox mehriban uşaq idi. Böyük qardaşı var, o da yaxşı uşaqdır. Amma ondan da qohumcanlı idi. Belə bizdən ötürü bilmirdi ki, neyləsin. Yaxşı oxuyurdu. Çox belə etikası, estetikası çox gözəl idi. Çox, həddən artıq belə böyük kiçik yolu gözləyən idi. Qohumcanlı idi. Elə gözəl insan, elə gözəl övlad mən dünyada görməmişəm. Ya qohumda, ya qardaşda. Uşaqla uşaq idi, böyüklə böyük. Çox belə, necə deyim, səlis uşaq idi, rahat uşaq idi. Mən özüm aqressiv insanam. Amma o insan mənim əksim olaraq, tam olaraq elə odla su kimi də, belə deyək. Mən nəsə bir əsəbləşəndə gəlirdim ki, nəsə bir söhbətim olurdu. Əsəbləşmişəm, aqressiya ilə danışırdım ki, bunu belə eləyəcəm, bunu eləyəcəm. Deyir ki, sən onu birinci dinlə, gör nə danışır. Ondan sonra onun cavabını ver və rahat yola bax. Yəni, vurum, döyüm, elə bir şeyə ehtiyac yoxdur. Onlar artıq şeylərdir. İndi elə uşaq var, sözdən də məsələ əsəbləşirdi. Bu yox, bu deyirdin gülürdü. Adamı elə bil ki, deyirdi, hə, yaxşı, sən dəndir. Deyirdim, ay Turan atam, bax, düz eləmirsən, bilirəm, hə, yaxşı, bebe. Sən nə dərəcəksən, o olacaq. Yəni, belə uşaq idi, sözə baxırdı. Tərbiyəli, ağıllı, mən istədiyim ki, o seçilirdi. Çox qəşəng uşaq idi, tərbiyəli idi. Turan deməli, hələ kiçik yaşlarından elə bir ki, qeyri bir adi uşaq olmuşdur. Zarafatçıl idi, deyən gülən idi, yerini bilən uşaq idi. Turan yatanda nağıl danışmağı, qulaq asmağı çox sevirdi. Ən çox xoşlayırdı Məlik Məmmədin nağılını, Tıxtıq xanımın nağılını. Hətta Tıxtıq xanımın nağılını yol gedəndə deyirdi ki, əlini mənə bəstərəcək, mən ona deyirdim, yox, mən səndən göstərəcək, o replikləri təkrar edirdik yol gedəndə, xoşlayırdı. Çox kirmiş, sakit uşaq idi. O, elə bil ki, 18 yaşa kimi götürüm, nə qədər məhlədir, uşaqlarla davadalaş düşürdü, heç vaxt döyülməmişdi. Hadisə olanda, o çox səlisliklə də, çox rahatlıqla, o uşaq yaşının üstündə bir insan idi. Elə bil ki, 50-60 yaşında bir kişinin belə ağırlığı var idi onda. Qəşəng oğlan idi ya, onu deyim sizə. Çox boylu, buxunlu, yaraşıqlı, göyçək. Bax, belə bir evladı idi. Azərbaycan kinolarına dəhşət baxırdı. Yaşına görə, məsələn, ibtidai sinifdə oxuyurdu, Azərbaycan kinolarına baxırdı. Təəccüblənirdim ki, yaşına görə o yaşlı uşaq Azərbaycan kinolarına ağırdı axı, ona baxa bilməz. Amma necə baxırdı, xoşlayırdı. Biz Turanla dost kimi olmamışıq. Yəni, bir mərtəbə aramızda fərq olub, elə bir ailənin uşağı kimi olmuşuq. Bizim analarımız da rəhmətli Yafinə xala ilə də, mənim anam, yəni belə bacı kimi olublar. Biz də elə onların davam elətdirmişik, qardaş kimi olmuşuq. Yəni bir evdə yatmışıq, bir evdə durmuşuq, bir yerdə yemişik. Yəni o uşaq çox başqa cür bir uşaq idi. Yəni dostda sadiq idi, dostluqda çox mərd idi. Sənin uğuruna sevinən bir uşaq idi. Yəni hər cəhətdən. Nə qədər bu korpusda insanlar yaşayır, böyük-kiçik hamısı onun başına and içərdi. Biri əlində bir qadın sumka gətirəndə, bir şey gətirəndə 10-cu mərtəbə kimi lift işləməyib, onu 5-dən qaldırırdı. Çox şirin danışıqlı, məlahətli səsi var idi. Görürdü ki, məsəl üçün biri gəlir, əlində ağır zənbillər var. Birinci qaçırdı onları, gətirirdi, qoyurdu, liftlə də qaldırırdı yuxarı. Deyim ki, liftə verib yola salmır da, qaldırırdı düz qapıya qədər. Məktəb illərindən, uşaq yaşlarından mən onu həmişə anam gəlib götürürdü, ya bacım gəlib götürürdü məktəbdən. Amma mən onu götürəndə, yadda qalanda, onun əlindən tutub qürur üstündən gəzməyə ki, qardaşımla gedirəm. Məktəbdən gəlirəm evə, nə bilim, məktəbə aparıram,
Deyirlər ki, 2 qardaş var bu məktəbdə. Müəllimə də, sinif rəhbəri də Şəhrəm müəllimə də həmişə ona yol verirdi. Deyirdi ki, hə, evin son beşiyi idi. Nəsə bir şikayət eləyəndə deyirdim ki, müəllimə şeylərdə xətrinə dəyməyin. Deyirdi, əşi yox, o evi qazanın dibidir, deyirdi, gülürdü. Deyirdim, hə, o evimizin son beşiyi idi. Körpəmizdir. Yəni evdən çıxanda Ayna Sultanova tərəfə gəzməyə gedəndə tək düşürdü. Təsadüfən mən oradan keçəndə baxıram, bəlkə də başının üstə 1000 nəfər yığılırdı. Qız, oğlan, körpə, cavan. Hər kəs ondan nəsə öyrənmək istəyirdi. Çox yüksək səviyyəli, təhsili, özünü aparmağı, çox şirin ləhcəsi var idi. Ətrafı çox böyük idi. Onlar küçə ilə gəzəndə, eləyəndə talpazı çox böyük olduğu üçün bütün maşınlar dayanırdı ki, bunlar keçsin. O qədər hörmət qazanmışdı. Onun heç elə bir şeyi pulla alanmazsın ya da nə ilə alanmazsın. Çox belə hörmətli uşaq idi. Bir dəfə o uşaq qabağımdan dillənmədi, ya atasının, ya anasının. Böyük qardaşına deyirdi, ata-ana əstəğfurullah, Allahdan sonra ikinci adamdır. Ona görə xətrinə dəymək olmaz. Qardaşım ona velosiped almışdı. Onu sürmək istəyirdi. Ay bala bu şortiki giyin. Yox, mən şortiki giyinə bilmərəm, utanıram. Ay bala giyin. Yox, mən giyinə bilmərəm. Axır zorla giyindirdim, dedim, Turan giyin. Görürsən, bax, qoca kişilər də dedim, geyinir, gəzir. Geyindi, düşəndə aşağı qonşular deyib ki, bu blokdan deyib, xarici oğlan çıxdı. Yox, kimdir? O qədər belə yaraşıqlı uşaq idi, o qədər belə. Buradan keçəndə əyilib bili başını çıxma, əyilib keçirdi. Əslində içində canavar kimi bir adam yatırdı da, amma o belə deyim də sənə heç vaxt göstərməzdi dostuna, tanışına. Kimsə məsəl üçün aqressiya göstərərdi, onun cavabını həqiqətən pis verərdi də, yəni o hiss olunurdu. Amma ki sənə deyim ki, məsəl dəysin, dolaşsın, ya kiminsə xətrinə dəysin, mümkün deyildi elə bir şey. Mən deyərdim ki, o uşaqla mənim yerim səhv salınmışdı da. Yəni necə deyim, böyük qardaş elə bil o idi. Kiçik qardaş mən idi. Nəsə yenə deyirəm, mən aqressiv insan olduğum üçün işi görüb sonra fikirləşirəm. Amma o həmişə qabaqcadan fikirləşib sonra deyirdi ki, bəs çox yolları mən ondan öyrənmişəm. Böyüklə böyük olurdu, kiçiklə kiçik olurdu. O qədər belə nətər deyim, özəl uşaqlar. Mənim anam mən uşaq vaxtı eşidirdim, deyirdi ki, məsələn, vaxtından tez bu dünyadan köçənlər üçün deyirdi ki, torpağın payıdır. Turan haqqında həmişə o sözü beynimdə fırlayır ki, həqiqətən də torpaq payıdır. Həm çox yaraşıqlı idi, həm çox talantlı uşaq idi. Hər şey o qədər gözəl idi. Nə bilim, mən elə gəlir ki, elə uşaqlar təkrarsızdır da. İndi şəhidlərin hamısı təkrarsızdır. Amma o xüsusilə nə bilim. Böyüdükcə deməli elə bir yaş devri idi ki, bizim torpaqlar o vaxtı erməni işğalçılar tərəfindən zəbt edilmişdi. Bu bir neçə dəfə mənə dedi ki, əmi dedi, bu işlər nə olacaq? Necə olacaq? Bu torpaq barəsində, vətən haqqında. Vətənpərvərlik hissindən necə deyim, heç vaxtı şübhə duymamışam o uşağın ki, bir başqa bir ölkəyə qaçsın, getsin, orada yaşasın. Elə bir şey olmayıbdı. Həmişə deyib ki, bu vətəni mən qoruyacağam. Bu vətəni mənlə fəxr eləyəcək. Həmişə belə sözlər, belə qürurlu söhbətlər eləyirdi həqiqətən də. Şablon söz olaraq çox adam deyə bilər başqası haqqında, amma onun canlı şahidiyəm ki, elə bir fəxrlə yaşayırdı ömrü boyu ki, elə bir acıqlı idi düşmənlərinə qarşı ki, Allah da ona o yolu qismət elədi ki, getsin o yolda şəhid olsun. İçində yəni düşmənlərə qarşı, ermənilərə qarşı bir kim var idi? Böyük kim var idi? Cəngavərliyini də burada dostlarına qarşı, Azərbaycan əhlinə qarşı yox, getdi orada ermənilərə qarşı göstərdi. Turalın körpəliyi elə bil ki, ən çox mənim evimdə keçib, dayısının evində. Biz Patandardda qalırıq, həyət evidir. Elə bil ki, bütün yayı demək olar ki, o uşaq bizdə olub. Sözə baxan uşaq olub, ağlı. Bir də musiqi ilə çox məşğul idi. O uşaq oxumağı zadı çox sevirdi.
Anası aparırdı, rəhmətli anası aparırdı. Hası dərnəyə aparırdı, orada oxuyurdu. Həmişə mahnıları mırıldanırdı. Mahnıları oxuyurdu. Ki onun şəxsən anam kəşf elədi ki, bu uşaq səsi var. Qoymayaq da bir yerdə qalsın. Belə evdə qalsın, belə bir şey olmaz. Musiqi məktəbinə getdi və o 5 illik musiqi məktəbi idi. Həm məktəbi, həm musiqi məktəbinin ikisində böyük nailiyyətlərlə bitirdi. Mama onu şey aparmışdı, gənclikdə musiqi məktəbinə aparmışdı imtahan verməyə. Ona heç kəs onu deməyib də. Deyirdi ki, nə oxumaq istəyirsən, nə oxuyacam ki, əlbəttə ki, Sarı Gəlin. Özü məsələn özü öyrənmişdi o musiqini. Və musiqiyə başlayarkən muğamla başladı. Sonralar gitaraya maraq saldı. Gitarada çox gözəl ifa eləyirdi və o vətənpərvər olduğunu ifa elədiyi musiqilərdə də göstərirdi. Yaxşı mahnılar oxuyurdu. Musiqi məktəbini qurtarmışdı. 2 nömrəli musiqi məktəbini. Gözəl tar, saz, gitar ifa edirdi. Onun mən ifa eləyə bilməyəcəyi bir musiqi aləti tanımıram. Pianinonu, gitarı, qavalı, sazı o qədər gözəl ifa eləyirdi ki, bu belə deyək ki, vergi kimi bir şeydir. Vergi verilmişdi onun üçün. Həm səsi də çox əla idi. Yəni ki, dünyaya elə bir rəsm əsəri kimi də, belə deyim, sənət kimi gəldi, getdi. Yadda qalan oldu. 135 nömrəli məktəbdə tədbirlər keçirilirdi və tədbirlərdə həmişə vətənpərvər haqqında musiqilər ifa eləyirdi, şəhidlik haqqında musiqilər ifa eləyirdi və neçə bir tədbirlərdə müəyyən yerlər tutmuşdu. Məktəbdə o həmişə birinci yer qazanırdı. Musiqidə, mahnı oxumaqda. Sonra fəxri fərman verirdilər. Cürbəcür hədiyyələr. Orada balaca saat var. O belə fiqurun saat verdilər. Pul mükafatları verirdilər. Yəni fəxr eləməli oğlu idi. Elə şəhid olmamışdan da çox fəxr eləməli oğlu idi. Ən çox mənə təsir edən onun o sağkən şəhid mahnısını oxuyub. Onu dözmək olmur. Xəyallarım vardı, mənim öz dünyam vardı, ürəyimdə qaldı, ürəyimdə qalmadı. Anam mənim xəyallarım vardı, mənim öz dünyam vardı, mənim xəyallarım vardı, şəhid oldum, yerim gözəl idi. Sırf şəhidə aid mahnılar oxuyurdu, vətənə aid mahnılar oxuyurdu həmişə yığışanda. 2 dənə sevgiyə aid mahnı oxuyurdusa, 5 dənə də vətənə aid mahnı oxuyurdu. Vətənə bağlı bir insan idi. Həyat dolu uşağı idi. Arzuları, xəyalları. Ən çox da dostlarınla vaxt keçirdirdi. Özünü də bir çoxu videoya çəkib dostlarına deyib ki, əgər şəhid olsam, bu videolarımı biz bilmirdik, onun o qədər videoları var. Şəhid olsam, videolarımı ailəmə göstərərsiniz, amma şəhid olmasam, videoları heç birini göstərməzsiniz. Yəni, biz şəhid olandan sonra onun videolarını gördük ki, nə qədər ifa eləyib
şəhidlik haqqında, musiqi haqqında. Batil cümləsinə qurban gedərkən gözünü sabaha tikdi şəhidlər, üç rəngli bayraqlar özlərində vətən göylərindən çəkdi şəhidlər. Tarixi yaşadım diləyimizdə, bir yumruğa döndük o gecəmizdə. Cəsarət gücünü şişdi şəhidlər, yüreği çıxıb şəhidlər. Gitarını götürürdük, gəldik. Həm bizi kədərləndirdi, həm özü kədərlənirdi, oxuyurdu. Ya deyirdi, güldürürdü. Oxuduğu mahnı ürəyə otururdu. Çox gözəl mahnı oxuyurdu. Uşaqlığından o muğama gedib. Mən o vaxtı qarmonla məşğul idim, o muğama gedirdi. Səsi çox gözəl idi. Nasıl, ne oldu, ne olacak derken ruhumda bir nasır esiyor kalbimde mazinin rüzgarı. Göründük əgər mağara ya. Sevdim bir kadını, yollarım şaştı. Geceler boyunca aradım sabahları, bir yandım bir söndüm kayboldukça. Son kalan umudum. Hansı dostundan olur da qardaşdan insan çəkinir, nəsə utanır deyə bilmir. Amma dostundan bir onun haqqında sual verəndə hamısı da sözlərini təsdiqləyiblər ki, yəni heç vaxtı pis bir hərəkəti, pis yola getməz bir hərəkət olmayıbdı. Bizim onunla uşaqlığımız yadıma düşür. Uşaqlıqda bir-birimizə can deyib can eşitmişik. Yəni hər uşaq kimi məsəl üçün dostluqlarda olur da davalar, dalaşlar. Bizdə heç elə olmuyor. Biz həmişə can deyib can eşitmişik. Yəni təkcə mənlə də yox, başqa ətrafındakı dostları ilə də o mübahisə zamanı, yəni həmişə sakit yanardı, amma halbuki çox cəngavər uşaq idi. Yəni belə rolu dillə desək, bəlkə də öldürərdi onu dalaşsaz, amma o heç vaxt elə eləmir. Dostluğa çox sadiq insan idi. Yəni tam ayrı bir insan idi. Yəni ondan danışsaq, nə bilim, biraz adam doluxur, danışa bilmir, amma yəni nə bilim. Biz onun 18 yaşını qeyd edəndə restoranda o dedi ki, necə sevinmişdi, güya bilmirdi. Qardaşım gizlincə ona deyib, mən güya ona sürpriz eləmək istirdim. Tural da ona gizlincə demişdi. Gedib hazırlaşıb, saçın zadını düzəltdirib. Belə güldüm, dedim ki, güya sən xəbərin yoxdur, hə? Belə güldü, dedi ki, ya nə olub ki, belə elədi. Necə sevinirdi. Biz elə bir getdik orada qeyd elədik, sonra da dostları gəldi, biz çıxdıq. Ali təhsil alırdı, təhsilini yarımçıq qoydu, könüllü əsgərliyə ərizə verdi, getdi. Saçına belə toxunanda, kimsə toxunanda azığı gəldi, başına vəbşə qoymurdu əl vurmağa. Əskər gedən onun dostları saçını qırxanda necə belə həvəslə qırxırdılar ki, Turan, biz sənin saçına əl vurduq, biz sənin saçına toxunduq. Qəti qoymurdu, belə şit hərəkətləri heç xoşlamazdı. Bir nəsə sözdə dolandı, əvvəllər heç əskəriyə getməzdən öncə. Deyəndə deyirdi ki, Qarabağı mən alacam. Həmişə zarafat edirdi, gülürdü, deyirdi ki, Qarabağı mən alacam. Silah düzəldirdi, elə bilin ki, düşmənləri həmişə deyirdi ki, elə fikirləşin ki, onlar ermənilərdir, onlar bizim ən böyük düşmənlərimizdir. Biz onlara qalib gəlməliyik, vətənimizə geri qayıtmalıyıq, vətənimizi geri almalıyıq. Biz Turan Şərifova dayda deyə xitab edirdik. O bizə elə demişdi, biz elə deyirdik qardaşımla mən. O bizdən çox vaxt keçirdirdi, balacalıqdan bizdən dost kimi idi, ən yaxın dostlarımızdan biri idi. Bir dəfə üçümüz şəkil paylaşmışdı daim sosial mediada, mənim qardaşım özü. Orada yazmışdı ki, dayının gözləri də, elə bilin ki, dayının gözləri yazmışdı. Bir dəfə qohumu soruşdu ki, yəni niyə dayının gözləri yazmışsan? O dedi ki, mənim bacı oğulları mənim gözlərim kimidir. Bizi balaca vaxt idi. Biz yaşımız balaca idi qardaşımla. Bizi qardaşımla parka aparırdı, gəzdirirdi. Mağazadan aparırdı, məsələn.
Yəni bizlə çox vaxt yaxşı keçirdi. Həm böyüküm, həm balaca kimi, həm dostumuz idi, həm dayımız idi. Deyirdi ki, universitetə verin, magistratura oxuyun. Yəni əziyyət çox çəkməyin, yəni düz yoldan gedin həmişə. Mən özüm şəhid bacısıyam. 92-ci ildə mənim qardaşım şəhid olub, Əhmədov Qəzəfər. Mənim qardaşım şəhid olanda bu uşaq idi, körpə idi. Hey deyirdi ki, mən vətən yolunda mən də şəhid olacağam. Deyirdim ki, elə demə da, Turan, elə demə. Sən oxuyursan, mahnı oxuyursan. Deyirdi, yox, mən vətənə eşqim çox böyükdür. Ay bebi, mən də şəhid olacağam. Anaskar gedirəm. O şeydə toyxanada nə idi? Mənim acırımda oxuyurduq Türk dilində. Söyleyir duanı. O anasını çox fikirləşən uşaq idi. Elə bil bu anadan oldu, anası xəstə düşdü. Elə bil onu çox özünə fikir salırdı ki, mən anadan oldum, anam xəstə düşdü. Deyirdim, bala, o sənlik deyil axı, o Allahın taliyidir. Deyirdi, yox, mən olmasaydım, bəlkə anam xəstə düşməzdi. Anası elə bil müharibə başlamamışdan 2 il qabaq rəhmətə getdi. Xəstə idi özü də, Moskvaya gedirdi, müalicə götürürdü anası. Onu çox fikirləşirdi, baxırdın ki, anası pis olanda, zaten baxırdın özünə qapanırdı ki, yəni mən elə bil ki, anamın səbəbi elə bil, bəlkə mən oldum, ay bibi, deyirdim, yox adam, sən döysən, o Allahın qədəridir. Yine mən qatmışam, gecəni gündüzə, gəzirəm hər yeri, o görünmür gözəl. Neçə vaxtdır ondan, nə soraq var, nə səs, demişdi gələrəm, görən nə oldu bəs, gəlmədi o, gəlmədi o. Heyif nələr çəkdiyimi bilmədim, gəlmədi o, gəlmədi. Yollara göz dikdiyimi bilmədim, gəlmədi o, gəlmədi. Heyif nələr çəkdiyimi bilmədim, gəlmədi o, gəlmədi. Yollara göz dikdim. Nə istədiyi qız var idi. O mənə demişdi, ona hədiyyələr də alırdı. Deyəsən, qız da bunu istəyirmiş, bu da. Elə bircə ona deyirdi ki, bir qız var. Amma hələ elə belə də söhbət eləyirik. Sonundan bildik ki, həmən qız buraya üstünə də gedib şəhidlərin haraya dəfn eləyiblər, oraya gedib dəyib. Düz mən görməmişəm qızı. Amma gedib oraya. Amma var idi istədiyi qız. Sonra ona götürüb yazıb ki, bəs şeydir, mən deyib, şəhid olsam, mənə yaz saxlama, qıza deyib, yazışmasını atmışdı qız mənə. Şəhid olsam deyib, ağlama, mənə bir gün yaz saxlayarsan, fişo, belə deyib qıza. Çox diləcək sözlərim vardı, ürəyimdə qaldı. Hətta o qız mənə bir dəfə dedi ki, şeydir, Turana dəyməyə gedəndə gördüm, dedi ki, mən dedi, Turan yoxuma girmişdi, dedi ki, saçımı kəsmişdim, dedi ki, saçımı niyə kəsmişəm, mənim xoşuma gəlirdi, elə deyim. Sevgim bağışla məni səni tək qoydum. Eşitdim ki, müharibə olub, bacıma zəng elədim. Bacım mənə dedi ki, şeydir də, ay yox, mənə aldadırmış. Dedi, yox, elə şey yoxdur. Mən də Turan nömrə vermişdi, ona yığdım.
Dedim ki, mənə Şərifov Turan lazımdır. Bir də baxdım ki, 5 dəqiqə yığdı. Elə bir həmişə danışanda çox sakitlik idi. Bu dəfə gördüm ki, səs-küylər gəlir. Dedim, Turan, nə səs-küydür? Dedi ki, heç nəyə yemək yeyəcəyik. Dedim, Turan, mənə düzün, dedim, müharibə döyüşü olur, bax, sən Allah ehtiyatlı ol, belə dedim. Dedi ki, yox, narahat olma. Sən demə, əskəriyə gedirlərmiş, döyüş bölgəsinə hazırlaşırmış. Nəysə şeylərdə dedim ki, Turan, çox təkid elədim ki, Turan, sən Allah mənə düzün də döyüş başlayıbdır. Həqiqətən döyüş varmı? Həqiqətən döyüş olurmu? Dedi ki, əşi mən yemək yeyirəm, sən mənə mane olursan. Belə dedi. Mən dedim, hə, yaxşı, sağollaşdım, qoydum. Üstündən bir neçə gün keçdi, gün məfhumlarını itirmişəm. Çox da dəqiq deyə bilməyəcəm. Amma bir neçə gündən sonra zəng elədi, dedi ki, bəs mən sənə bir dənə söz demək istəyirəm. Dedim ki, döyüş bölgəsindəsən. Dedi ki, hə. Dedi ki, amma bax, heç kəsə demə, mən istəmirəm. Məni buradan kimsə geri çağırsın və yaxud məni geri aparsın da, mən istəmirəm. Dedi, mən özüm gəlmişəm. Heç kəsə demə, ata gilzad bilməsin. Dedim ki, hə, yaxşı, o özdə nə deyirdisə, biz həm qabacı qardaş idik, həm sirdaş idik, hər sözündə mənə deyirdi. Dedi ki, döyüş bölgəsindəyəm, dedi, narahat olma, hər şey yaxşıdır, döyüşürəm. Mən də dedim ki, Turan, ehtiyatlı ol, bax, demirəm sənə döyüşmə. Biraz ehtiyatlı ol deyəndə güldü, dedi ki, narahat olma, lap arxada döyüşürəm və güldü. Güləndə dedim ki, ön cəbhədəsən, hə? Belə güldü, heç nə demədi. Başa düşdüm ki, yalandan deyir. Narahat olma, dedi, yaxşıyam. Hər zəng eləyəndə, elə bil ki, noyabr yox, oktyabr axırıncı dəfə yığanda bir-iki sözü var idi, onları dedi. Dedim ki, niyə dedim, bax, niyə dedin? Dedi ki, yox, görmüşəm, sevinç dedim, amma görmüşəm, dedi. Elə danışdı ki, amma belə toxtaqlıqda o gün mən hiss elədim ki, o həqiqətən böyüyüb. Yoxsa mən həmişə ona uşaq kimi baxırdım. Danışdı, dedi ki, elə danışdı ki, mən bildim ki, o bir də qayıtmayacaq. Vətəndaşlıq borcunu, əsgərlik borcunu, xalqa, vətənə olan sadiqliyini hamısını yerinə yetirdi. Döyüş bölgəsində olanda deyirdi ki, yaxşıyam, keyfim yaxşıdır, əladır, burada hər şey yaxşıdır. Deyirdim ki, məsəl üçün, haradasan, necə, yox, mən ayrıntılar danışa bilmərəm, belə deyirdi. Müharibə başladı, getdi döyüşə, deməmişdi. Axır vaxtlar müharibə qurtarmağa 5-10 gün qalmış, mən bildim ki, döyüşdədir. Həmişə deyirdi, elə orduduyam, yerimdiyəm, yaxşıyam. Döyüş zamanı səhv eləmirəmsə Turanla bir-iki dəfə əlaqəyə keçdi. Amma belə əsgərlikdə olduğum müddətlərdə yığırdı. Məndən soruşurdu ki, yəni məşq necə gedir zat belə. Hər dəfə elə orada olur, o da ağlı yerində məndə idi, bizdə idi. Dostlarımdaydı, onu soruşurdu, bunu soruşurdu. Murad neyiniyir, Məhəmməd neyiniyir. Oradan atdı ki, baxın, dedi, mənə veriblər ən yaxşı tuşlayıcı titulunu veriblər. Əsgərlikdə o titul almışdı. Müharibədə də bir çox uşaqlara deyib ki, mən anamla tezliklə görüşəcəm. Uşaqlar da elə bilirmiş ki, anamız sağdır bizim. Sonra şəhid olandan sonra bildilər ki, anamızı itirmişik. Və orada da bir çox Çanaqqale musiqisi zümzümə eləyib, şəhidlik zümzüməsi orada ifa eləyib musiqiləri. Sonra orada əsgərlikdə uşaqlar da videolarını göstərirdilər ki, məsələn, musiqi oxuyurdu, necə uşaqları ruhlandırırdı, qoymazdı ki, deyir, bir dənə uşaq belə bir kef olsun, onların əhval-ruhiyyəsini yüksəkdə saxlayırdı. O, həmişə döyüşdən danışanda, necə deyim sizə, hiss elətdirmirdi ki, döyüşdədir. Deyirdi ki, döyüşdəyik, Qarabağdayıq, oradayıq, buradayıq, deyirdi. Amma elə tez də danışırdı ki, inan Allaha, bilsəydim onu, əgər şəhid olacağını heç kəs bilmir də, şəhid olacağını, bir də o anların gəlməyəcəyini bilsəydim, o səs yazısını, hamısını qeyd edərdim. Noyabr ayı idi deyəsən. Gülnar dedi ki, bibi dedi, elə bil Turandan xabar yoxdur. Dedim, danışıbsınızmı? Amma ondan qabaq bir dəfə bizlə danışdı. Müharibə başlaya bizlə danışdı. Demədi ki, müharibədəyəm. Dedi, yaxşıyıq, bibi, narahat olma, daima da deyil, hər şey yaxşıdır.
Amma demədi müharibədə olduğunu. Qızım dedi ki, mama dedi, yuxumu qarışdırmışam. Yuxumda gördüm ki, Turan bir soyuq yerdə üşüyür. Özü də qız ağlayır. Deyirəm, niyə ağlayırsan? Mən Vidadiyə zəng elədim ki, qız belə yuxu görür. Dedi, arxain olum, özüm danışmışam, yaxşıdır. Böyük qızı da Gülnar dedi ki, bibi, mənim də ürəyimə damıb ki, nəsə var. Səsindən hiss elətdirmirdi ki, bilirdi şəhid olacağını. Çünki ağır döyüşə gelirdi. Mənə deməyib onu. Ağır döyüşə getdiyini mənə deməyib. Amma atamla danışıbdı o haqda. Yenə deyirəm, hiss elətdirmir. Mən də soruşurdum ki, nə yeyirsiniz, nə içirsiniz, nə yeyirsiniz. Elə ki, nə var, yeməkdən çox nə var burada, nə elə danışırdı. Amma akasiyası onlar 20 gün idi, heç nə yemirlərmiş. Hardasa bir 3-4 gün əvvəl idi. Mən dedim ki, burada da çox yağış yağırdı. Dedim ki, Turan, necə də yağış yağır, yəqin ki, üşüyürsən indi. Dedi, yox, narahat olma, qalın geyinmişəm. Bura sən bildiyin kimi deyil də. Narahat olma dedi, burada yağış zadı yağmır. Qısa belə danışığımız olub müharibədə. O həmişə mənə deyirdi ki, mən istəyirəm sənin qızın olsun. Mən də dedim ki, Turan, şeydi də, oğlum olacaq. Dedi ki, ayda dedi, mən dedi, qızı istəyirdim. Həmişə deyirdi ki, adını deməyəcəm. O zəng eləyən günü adını dedi. Dedim, niyə dedin? Deyirdin ki, gələndə deyəcəm. Dedi, güldü belə dedi, sevinç həyatdır da, belə dedi. Sonra mən elə bil ki, sən demə Turanı axtarırlarmış, mən o haqda bilmirdim, məndən gizlədirdilər. Mən onu Turanı yuxumda gördüm. Gördüm, belə qucaqladım, öpdüm. Elə bir ki, çox real kimi qucaqladım, öpdüm, dedim, atam, haradasan sən, dedim. Hamı səni axtarırmış, dedim. Güldü, dedi ki, mən buradayam, məni harada axtarırsınız ki, dedim, mən buralardayam deyəndə mən başa düşdüm ki, o bir də qayıtmayacaq. Noyabrın 8-i idi, gecə idi, saat 5 idi, 6 idi, mənim iş yoldaşım zəng elədi, gülüş zəng elədi, bacımı sonra davamla iş yoldaşım zəng elədi, dedi ki, gözün aydın olsun, hərbə dayanım, dedim ki, adı boy ver, dedim, mənim bayramım, dedim, Turan gələndə olacaq. O da dedi ki, bağışda sevinç, dedi, sağollaşdıq, qoydu. Deyirəm də onu sonra elə bir ki, mən bu şəkili çıxartdıranda mənə dedilər ki, şeydir, burada çıxartdırdım. Burada çıxartdıranda dedi ki, dedi, bu oğlan, dedi, Şərifov Turandır. Dedim, hə, foto yerində kişi dedi. Dedim, hə, Turandır. Dedi ki, dedi, mən dedi, bu şəhidi tanıyıram. Dedi, bu dedi, Binəqədi rayonu üzrə dedi, ilk şəhidlərdəndir. Ailəsi dedi, bilmirdi, dedi, siz nəyəsiz, dedi, mən bacısıyam, dedi ki, ailəsi dedi, bilmirdi, gəldilər, gizlincə çıxartdılar, mənim yadımda, dedilər ki, ailənin məlumatı yoxdur, deməyin, heç kəs bilmir. Bu dedi, Binəqədi rayonu üzrə ilk şəhidlərdəndir. Mən də dedim ki, onlar nə qədər bizdən gizlətsə də, onlar unudurlar ki, bu bizim bir parçamızdır, nə qədər siz deməsəz də, mən hiss eləyirəm. Noyabrın 3-də mən axırıncı danışığım oldu. Dedim, oğlum, neyinirsən elə, istəyirsən özünü güllələ, istəyirsən neyinə, əsir düşmə bir dərə. Nə qədər bacarırsan düşməni qır. Dedi, ata, sən elə oğul böyütmüsən, o əsir düşsün. Mən heç vaxt əsir düşmərəm. Ondan çox az keçdi, yəni 2 gün sonra Laçın şəhərində Güləbirt kəndində şəhid oldu. Sonra o Turanın verdiyi nömrə var idi. Bizi yuvadırdılar o dönəmdə. Mən zəng elədim o nömrəyə, götürdü. Dedim ki, bəs Şərifov Turan, dedi, bacı, mən sənə nə deyim, dedi, əgər görürsən ki, deyir, səs çıxmırsa, dedim, mən bilirəm, onsuz da aldadırlar. Mən hiss eləyirəm ki, o yoxdur, çünki o olsaydı 2 daşın arasında da olsa, o mütləq mənə yıxardı, zəng eləyərdi. Çünki Tarmamətdə bir dənə mənə yığırdı, bir də atama yığırdı. 1 ili tamam olmuşdu, noyabr ayında şəhid oldu. Aprel ayında gəlməli idi.
tez gəldi. Amma canlı gəlmədi. Həmin gün belə deyək də bizdə çox biraz başqa cür oldu. Birincisi üçün demədilər. Dedilər içkin düşüb. Biz hamımız duyğusunduq da ki, yəni olmaya da bilər. Ümid hissi çox pis hissi. Yəni Tural gətirdi, məsəl üçün göstərdi ki, bir nəfər də var, əlində gitar görmüşəm, təzə paylaşıb. Turan'a oxşuyurdu. Bəlkə də oxşamır deyib bizim gözümüz elə görsənirdi ki, yəni olmayıb da, yəni şəhid olmayıb. Üstündən biraz keçdi. Dedilər hər şeyə hazırlıqlı olun. O sözü ki, mən tutdum ki, yəni o deyil. Amma yenə də içimdə bir ümid qalmışdı. Hamımız rəng gözləyirdik, yığışmışdıq Turanca kafesi var idi. Hamımız yığışmışdıq ora. Orada bir dayı dedi ki, bəs özünüzü toxlayın, bəs belə deyil, ondan sonrası bir şey. Dördündən 5-inə keçən gecə səhər saat 6-da döyüş başlayıbdı. 9-11-ə kimi davam edirdi. Çox ağır döyüş olurdu. Atam yoldaşıma deyib gizlincə ki, bəs Turan yaralıdır, gətirirlər deyəndə mən zəng elədim. Yoldaşım keçdi o biri otağa, mən zəng elədim. Dedi, Turan yaralanıb, gətirirlər. Dedim, Səfər telefonu ver. Aldım əlindən. Yığdım atıya, dedim ki, Ayətə, biz bu səhnəni yaşamışıq da. Mənim daim rəhmətə gedəndə anama yalandan elə demişdilər. Dedim ki, mən bu səhnəni yaşamışam, mənə düzün dedə. Turan'a nə olub? Dedi ki, gecə gətirəcəklər. Səhər saat 6-da gəldim. Ki, yürü gediblər Turan'ı gətirməyə. Onu da eşitmişdim. Mən çox gün görmədim, bil ki dünyada, nə dərdə düşdüm. Noyabrın 5-i Laçın dəhlizində şəhid oldu səhər. Və neçə gün itkin düşdü. O müddətdə də mən əlim çatacağı, gücüm çatacağı bütün dövlət qurumlarından hamısı da deyirdi ki, neytral zonadadır, bilmirik şəhid olub, yoxsa canlıdır, yoxsa itkin düşüb nədir. Dekabrın 2-si artıq dedilər ki, şəhid olub. Və biz ora getdik, Füzulidə idi, Füzuliyə yatırmışlar. Ondan sonra Vidadi qardaşı görəndən sonra gördüm Vidadi qardaşı elə bir haldadır ki, heç ona yaxınlaşıb soruşmaq da mümkün deyil. Turan'ın bu dünyada olmadığını qəbullarını bilmirəm. Amma yuxuda görürdüm ki, bu suda qalır, amma bilmirdim ki, mənə görə olur bunlar. Adam öz başına gələndə bəzi şeyləri anlamırsan. Sonra baxdım ki, bacım mənə mesaj yazır. Turan'ın istədiyi qız dedi, mesaj yazır. Dedim, nə yazır? Deyir, Turan yuxusuna girib deyib ki, bacıma dedim, ağlamasın. Belə deyib, dedim ki, bəlkə dedim ki, onlar səni deyir, dedim, mən ağlaya bilmirəm. Onda ayıldım ki, demək ki, mənə görə o suda zadda qalırmış, onu narahat edirmiş göz yaşlarım. Çox şükür eləyirəm ki, onun nəşini tapa bildik. İtkindən sonra ki, torpağa tapşırandan sonra bir qəribə qürurla bir rahatlıq hissi gəldi mənə. Ona ki, mən bilmirdim nə yemişəm, nə içmişəm, heç bir yadımda deyil həmin an.
Mən evə gedəndə, bir həftədə burada qalırdıq. Bu gecədən sonra evə getdim. Evə gedəndə mən anamın naləsini eşitdim. Bir-iki nəfərə dedim, dedilər ki, sənə elə gəlir. Mən də acıqlandım, dedim ki, mən özümü itirməmişəm, nə də ağlımı itirməmişəm. Deyirəm, anamın səsini eşitdim. Sonra xalama dedim, xalamla bacım, onda mən Bakıda yox idim. Xalamla bacım gedib anamın məzarına görüblər ki, anamın daşı çartlayıb. Deyirəm, dedim, axı mən sizə dedim ki, mən onun ailəsini eşitdim. Heç nə. Həyat ani bir yuxu kimidir. O 20 il yaşadı, mənim gözümdə 20 saniyə yaşadı. O qədər həyat tez keçdi ki, Həmin vaxtlar yenə qədərdən mən hər gün yuxuma girir. Deyir, yox, mən ölməmişəm, mən yaxşıyam yəni. Deyirəm, yaxşısan? Deyir, hə, uzaqlaşırıq zat. Sonra görürəm ki, ayılıram, inanmaq hissi biraz çətin olur da. İçimdəki boşluğu da ki, nə bilim, onun kimi dost, onun kimi qardaş tapılmır bu dövrdə. Onun üçün çox darıxmışam. Dəqiqdə darıxmışam, onu deyərdim. Səsi üçün, gülüş üçün, zarafatı üçün. Düşmene tutan da sen acı toyu, seninle fəxretti borçalı boyu. Şimdiler elinden şerifli soyu, sen bu soyu incittin, ezdin, şehit olup zirvelere yükseldin. Zirvelere yükseldin. Adınla fəxredir bu vətənin. Göz yaşında dua kimi gizlendin. Şehit olup ebediyete yükseldin. Adın Turan, ebedilik simvolu. Geçmişinde zirvelerle dop dolu. Şehitlikti cennet mekanın yolu. Sen bu yolu ne aktardın ne gezdin. Şehit olup zirvelere yükseldin. Zirvelere yükseldin. Adınla fəxredir bu vətənin. Göz yaşında dua kimi gizlendin. Şehit olup ebediyete yükseldin. Cesurluqda sən əbədi əzəldin. Şəhid olub zirvələrə yüksəldin. Mən fəxr edirəm ki, belə oğul böyütmüşəm. Atasının, anasının, nəsil nəcabətinin başını uca elədi. Hər bir kəs bu dünyaya gəlir, gedir. Amma şərəfli ölüm, şərəfli şəhid olmaq hər bir insana qismət olmur. Mən qürur duyuram ki, mənim daim şəhid olub, vətən uğrunda. Mən də çalışıram o yoluna gedim. Deyirdi, mən elə eləyəcəm ki, məni ömür boyu xatırlayacaqsınız da, elə bir şey eləyəcəm ki, mənlə fəxr eləyəcəksiniz. Yəqin ki, bu şəhidlikdir. Bir şəhid bacısı kimi, bir şəhid bibisi kimi ürəyim yanır. Allah onların yerini cənnət eləsin. Başqa heç nə deyil. Vidalaşmağımız da ki, çox pis oldu. Mənə Allaha əmanət elədi, getdi, belə deyək. Getdi öz canında orada əmanət elədi Allaha. Mən fəxr edirəm ki, mənim dayım şəhiddir, vətən uğrunda şəhid olub. Mənə çox vaxt dayıma oxşadılar. Hərəkətlərimi, özümü, xüsusiyyətlərimi. Mən də ondan fəxr edirəm. Mən həmişə Elman Elginə deyirəm ki, elə bir hərəkət eləyin ki, hər yerdə desinlər ki, Turanın bacısı, oğlanlarsınız. Çox qürur duyuram.
Həqiqətən də qürur duyuram ki, mənim Turan kimi qardaşım var. Fəxr edirəm ki, həqiqətən də yadda qalan insan olub. Şəhidlikdən əlavə şəhidliyin özü böyük bir qürur hissidir, həm də fəxr edirik. Ondan da əlavə insan olaraq, bir qardaş olaraq, yəni ki, mən deyərdim ki, bu günə kimi elə bir insan görməmişəm. Vətəndən, eldən gedib, ailədən getmir ki. Vətənimizin, elimizin oğludur. Allah heç kəsə övladları göstərməsin. Amma fəxr edirəm ki, o şəhid olubdur torpaq uğrunda, vətən uğrunda, dövlətimiz uğrunda.